Ağdaş rayon Ləçi qəsəbə 6 saylı orta məktəb. Ərazisi zəbt olunur. Baxın, yol kənarında olan əraziləri və obyektlər tikilir. Firdevsi müəllim, amma şəhid bulağının üstündə, şəhid plakatının önündə bulaq narahat edir. Halbuki amma baxın. Aman olsun. Baxın, məktəbin arasında qanunsuz tikirlərdir. Baxın, satıblar başqa adamlara. Baxın, məktəbin 25 tonluq süd çənidir. Baxın. Soruntursan cənab başçı Orxan Hüseynzadə ilə deyir ki, qanunsuz tikilidir. 1986-cı Heydər Əliyev ayıran 6 hektar yarım torpağı bax belə mənimsəyiblər. İndi də məktəbin sənədlərin itirib məktəbi eləmək istəyirlər. Nədir? 2 hektara sənədləşdirmək istəyirlər. Baxın. Bax, qanunsuz tikirlərdir. Getdik. Baxın. 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 Baxın, o məktəbin ərazisidir. Alın, baxın. Baxın. Məktəbin yol kənarına düşən ərazilərdir. Bax, istiqana. Buyurun, baxın. Bax, simi qırılıb bir dənəsi. Bax, durban simi. Durbanı saxlayan simi qırıblar. Baxın. Baxın, baxın. Baxın. Baxın, bax, qanunsuz tikilib. Baxın, bax, məktəbin ərazisidir. Bax, küpələr eləyirlər. Qabağın könülan kəsirlər, çolun ucundan başlayırlar obyektlər deyilməyə. Baxın. Baxın, cənab başçı Orxan Hüseynzadə. Dəfələrlə sizin qəbulunuzda olsaq da, sizinlə görüşsək də, məktub yollasaq da, sizə də, Firdevsi Məmmədova da, bütün icra nümayəndələrinə mən məktub yazmışam. Hamısında məktubların diktansiyaları mənim əlimdədir. Heç bir məktubuma cavab vermirsiniz. Cənab başçı, əgər vətəndaşların məktublarına, vətəndaşlara kömək eləmirsinizsə, yalandan niyə o məktubu sizə göndərik və yaxud da sizin nümayəndələrə göndərik. Alın, bax, məktəbin ərazisində Ağdaş rayon Ləçi qəsəbə. Hər yeri satmışsınız. İndi də mənə oradan Firdevsi Məmmədov göndərir. Nədir, məktub göndərir. Ərazi oca getdi, ərazi buca. Ərazi hara gedə bilər? Ərazi hamısı budadır. Deyinə, bax, buda. Nə tər satılıbdırsa, məktəbi sənədləri itilibdirsə, hamısı budadır. Bax. Baxın.